Salamlar, hər vaxtınız xeyir olsun. Mən Səbinə Sultanova, tarix müəllimiyəm. Bugünkü bizim mövzumuz Atropatena dövləti haqqında olacaq. Atropatena dövləti eramızdan əvvəl 4-cü əsrin 30-cu illərində Əhəmənilər dövləti mövcud idi və o dövlət zəiflədi. Hakimiyyət uğrunda çəkişmələrdən, xarici hücumlardan və s. Burada məmur özbaşınalığı, satraplar arası çəkişmələr, tayfa xalqlar üsyanına səbəb olurdu. Makedoniya İsgəndərin yürüşü də buna təsiri oldu. Həmin dövrdə Əhəməni hökmdarı 3-cü Dara, bunlar arasında Makedoniya İsgəndər 3-cü Dara arasında eramızdan əvvəl 331-ci ildə Qavqamiyalı döyüş oldu. Və həmin döyüşdə Atropat Kiçik Midyanın satrapı idi. Eyni zamanda Alban Kaspi tayfaları da 3-cü Dara tərəfindən vuruşmuşdular Makedoniya İsgəndərə qarşı. Lakin 3-cü Dara məğlub olur və döyüş meydanından qaçır və ondan sonra ordu dağılır və hər kəs öz yerinə qayıdır. 3-cü Dara eramızdan əvvəl demək 331-ci Qavqamiyalı döyüşündən sonra bir daha ordunu toplamağa və Makedoniyaya qarşı yürüş etməyi istəyir. Lakin bu dəfə artıq 3-cü Dara döyüş meydanından qaçdığı üçün ona komutanlar, komandirlər cavab vermirlər. Atropat da onlardan biri idi. 3-cü Dara Atropatdan kömək istəyir, lakin heç bir cavab almır buna qarşı. Bundan sonra 3-cü Dara şərqə qaçır və orada öz adamları tərəfindən öldürülür və Əhəmənilər dövləti də eramızdan əvvəl 330-cu ildə süqut eləyir. Bundan sonra Makedoniya İsgəndər Əhəməni dövlətinin torpaqlarını ələ keçirir və burada Əhəməni tərəflər tərəfindən qoyulmuş satrapları vəzifədən uzaqlaşdırır. Lakin daha sonra Atropatın nüfuzunu da nəzərə alaraq eramızdan əvvəl 328-ci ildə Atropatı Kiçik Midyanın, yəni Cənubi Azərbaycanın canişini olaraq qəbul edir. Hətta Atropat öz qızını da Makedoniya İsgəndərin yaxın sərkərdələrindən biri olan Perdikkiyə də ərə verir. Makedoniyalılar onun daxili işlərinə qarışmasına imkan vermir. Hətta deyilənə görə İskəndərə 100 atlı qadından ibarət dəstə bağışladı. Yazılı mənbələrə görə isə bunlar Amazonkalar idi. Strabon qeyd etmişdi ki, öz yazılarında Amazonkaların məskəni Albaniyadan yuxarıdakı dağlardır. Makedoniya İskəndər bu əraziləri işğal etdikdən sonra özü imperiyasının mərkəzi olaraq Babili seçmişdi. O Hindistana yürüş edir və orada xəstələnir və eramızdan 323-cü ildə vəfat edir. Ondan sonra onun imperiyasına Perdikki başçılıq etmişdi bir müddət. Daha sonra eramızdan 321-ci ildə Perdikki də ölür və bundan sonra Makedoniya imperiyası parçalanır və bir çox xırda dövlətlər və imperiyalar yaranır və onlardan biri də Atropatena idi. Makedoniya imperiyasının parçalanması ilə Atropat tərəfindən yaradılmışdı və ondan sonra hakimiyyətə gələn bütün hökmdarlar Atropatilər sülaləsindən idi. Həm də bir sülalənin başlanğıcını qoymuşdu. Burada hökmdar Çar adlanmışdı. Atropat xalqına güvənirdi, Çar adlanırdı. Yerli tayfalar, Kadusilər, Saklar Atropata güvənirdilər. Atropatın Makedoniya ilə qohumluğu da onun bu dövlətin başçısı olmağına müəyyən kömək olmuşdu. Eyni zamanda onun 10.000 süvari və 10.000 piyada bir qoşunu da var idi. Atropatena dövləti özü monarxiya dövləti idi. Atropatlər nəsli bu dövləti idarə edirdi. Atropatenada müəyyən tayfalar yaşayırdı. Burada slaydda da görürsünüz. Həmin tayfaların haqqında olan məlumatda göstərmişəm videonuzdakı slaydda. Burada Maq, Mük, Kadusi, Kaspi tayfaları yaşayırdılar. Videonu da durdurub onları oxuya bilərsiniz, screen elib götürə bilərsiniz. Hər bir tayfa haqqında məlumat vardır. Daha mən ətraflı danışmıram. Daha sonra Atropatena əhalisi əkinçiliklə, maldarlıqla, sənətkarlıqla məşğul olublar. Onlar buğda, arpa becəriblər, bostançı olublar, bağçılıqla, üzümçülüklə məşğul olublar. Strabon yazmışdı ki, atların ən yaxşı yediyi ot yonca, midya otu adlanır və bu torpaqlarda yetişib. Yaylaq, qışlaq, maldarlıq inkişaf eləyib, atçılıq inkişaf eləyib. Burada zərif yunlu dəvəçilik inkişaf eləyib. Çin və Hindistandan gələn tacirlər ilə bir mübadilə olub onlar arasında.
Bu tacirlər buraya ipək, çini qab, ədviyyatlar gətiriblər və yerli sənətkarların məhsullarını da öz ölkələrinə aparıblar. Burada tunç, dəmir, qızıl, gümüş, dəmirçilik, zərgərlik, saxsı qab istehsalı məşhur olub. Bundan başqa midye yağından bəhs olunur. Midye yağı təsərrüfatda və hərbdə istifadə olunub. Gil, metal çıraqlarda istifadə olunub. Yanacaq kimi işıq yandırmaq üçün ot və yanacaq töküb nafta hazırlayırdılar və bundan istifadə edirdilər. Bu məhlul, nafta məhlulundan istifadə edirdilər. Yenidən slaydı dəyişdim, xəritələri gətirdim. Burada səhmkarlıq ticarətin inkişafı ilə şəhərlərin sayı da artır. Keçmiş qalalar artıq iri şəhərlərə çevrilirlər və biz bu şəhərlərdən Kazaka, Fraspa, Fanaspa, Agnazananın adını çəkə bilərik ki, mənbələrdə bu şəhərlərin adları çəkilir. Paytaxt şəhər Kazaka olmuşdu. Bundan başqa Fraspa da hökmdar şəhəri idi. Əsasən hökmdarın qış iqamətgahı idi. Bundan başqa biz Fraspanın adını Roma yürüşündə də eşidəcəyik. Burada Atropatena qoşunları Roma qoşunlarına qalib gəlmişdilər. Eramızdan əvvəl 3-cü əsrin son rübündə Atropatena ərazisi Qaradəniz sahillərindən Xəzər dənizinə qədər uzanırdı. Makedoniya imperiyası parçalanandan sonra şərqdə sərkərdələr tərəfindən Selevkilər dövləti yaradılmışdır. Selevkilər hökmdarı Böyük Midiyadakı üsyanı yatırdı və eramızdan əvvəl 223-cü ildə qəflətən Atropatenaya hücum edir. Atropatena dövləti bu Selevkilərdən asılı vəziyyətə düşür. Daha sonraki dövrlərdə Selevkilər dövləti Roma dövləti ilə bu torpaqlar uğruna mübarizəyə girir və zəifləməyə başlayır və Atropatena müstəqil olur. Burada Magnesia döyüşü baş verir eramızdan əvvəl 190-cı ildə və bu döyüşdə Selevkilər məğlub olurlar. Atropatena yenidən öz müstəqilliyini özünə geri qaytarır. Eramızdan əvvəl 2-ci əsrin ikinci yarısında Parfiyalılar Selevkilər dövlətini tuturlar, süquta uğrayır, paytaxt Ktesifon tutulur. Parfiya dövləti də Çindən Romaya qədər uzanırdı və Böyük İpək yoluna nəzarət edirdi. Demək, eramızdan əvvəl 3-cü əsrdə biz Selevkilər haqqında danışırıq. Eramızdan əvvəl 2-ci əsrdə Parfiya dövləti mövcud idi. Və Parfiya dövləti bu dövrdə Selevkilər kimi ön Asiyada Roma ilə toqquşmuşdu. Və Atropatena dövləti də Romaya qarşı ilk əvvəl Parfiya dövlətinin yanında yer alır. Çünki mədəni cəhətdən bir-birlərinə daha yaxın idilər. Eyni zamanda Romalıların işğal etdikləri ərazilərdə əhaliyə sərt davranması da buna təsir göstərmişdi. Eramızdan əvvəl 53-cü ildə Karra döyüşü baş verir və bu döyüşdə Roma qoşunları məğlub olurlar. Bu döyüşdə sərkərdə Mark Kras da həlak olur. Eramızdan əvvəl 36-cı ildə isə Antoni Ktesifona deyil, Kiçik Asiyadan, əvvəllər nəzərdə tutulmuşdu Ktesifona yürüş edəcək və qoşunlar orada onu gözləyirdilər, Atropatena Parfiya qoşunları. Lakin o birdən istiqamətini dəyişir, Kiçik Asiyadan Atropatenanın şimalına hücum edir və Fraspanı mühasirəyə alır. Demək, burada Fraspa uğrunda döyüşlər başlayır və Fraspa çox yaxşı müdafiə olunur, hətta Roma geri çəkilməyə məcbur olur və bu qələbədən sonra Atropatena hökmdarı ilə Parfiya hökmdarı arasında münasibətlər dəyişməyə başlayır. Parfiya Atropatena torpaqlarını inşa etmək istəyir. Buna görə Atropatena hökmdarı Roma ilə yaxınlaşmağa başlayır ki, Parfiyaya qarşı müttəfiq qazanmış olsun. Roman köməyi ilə də Kiçik Asiya Atropatenaya tabe olur. Eramızın ilk illərində Atropatena Parfiya ittifaqı nigah diplomatiyası vasitəsilə yenidən bərpa edilir. Demək, Parfiyada bir üsyan olur və bu üsyanda hökmdar öldürülür və Atropatena hökmdarının oğlu Artabazan, ana tərəfdən də Arşaki idi. Belə ki, Parfiya hökmdarının qızı ilə onun anası idi. Parfiya hökmdarı olaraq seçilir. 3-cü Artaban olaraq. Demək, Sasanilərin dövrünə qədər Parfiya hökmdarı olaraq da elə Artabanın övladları olmuşdular. Atropatenada din haqqında danışsaq, burada Zərdüştlük dini hakimi idi. Zərdüştlüyün müqəddəs şəhəri Kazaka burada yerləşirdi. Demək, onların inancına görə
2 dənə qüvvə var idi. Şər və xeyr qüvvəsi və insanlar xeyir düşünməli idilər, xeyir söz deməli idilər, xeyir əməl etməli idilər. Düz danışmalı, yalana yol verməməli, zəhmət çəkməli, əkinçilik və maldarlıqla məşğul olmalı idilər. Hazırda ekranda slaydı dəyişdim. Burada Zərdüştlüyün müqəddəs kitabı Avesta kitabı adlanmışdır və bu kitab haqqında məlumat vardır. Videonu durdurub ekran qayda edib oxuya bilərsiniz. Zərdüştlükdə fiziki təlimə də yol verilirdi ki, belə ki, sağlam bədən, sağlam düşüncə deməkdir. Burada cıdır yarışı, ox atmaq, ov etmək, güləş və s. yarışlar keçirilib. Atropatena şəhərləri Ərdəbil, Təbriz, Marağa, Qazaka şəhərlərin adını çəkə bilərik. Ərdəbil müqəddəs şəhər hesab olunub. Eyni zamanda Ərdəbil və Təbriz şimal canişinliyin iqamətgah mərkəzlərindən biri olub. Gələn dərsimizdə Albaniya haqqında danışacağıq. Buna görə də kanala abunə olmağı və izləməyi unutmayın.